Belə bir kater məsələsinə baxaq. Qeyd eləyək ki, bu sual ibtidai sinif müəllimləri üçün MIQ imtahanında istifadə olunmuş bir sualdır. Sual bundan ibarətdir ki, motorlu qayığın durğun suda sürəti 17 km bölünmüş saatdır. Qayıq çayın axını ilə 3 saata 57 km məsafə qət etdi. Çayın axma sürətini tapın. İlk öncə burada bilməli olduğumuz durğun su deyərsə, o zaman bu elə V qayığın öz sürəti deməkdir. Çünki durğun su nədir? Məsələn, göl. Orada suyun sürəti olmur. Durğun olur. Yəni V qayığın öz sürətidir. O zaman qeyd eləsək, V qayıq nəyə bərabərdir? 17 km bölünmüş saata bərabərdir. Yəni, bu qayığın öz sürətidir. Qayıq çayın axını ilə 3 saata 57 km məsafə qət etdi. Çayın axını ilə nə deməkdir? Tutaq ki, çay bu istiqamətdə axır və qayıq da bu istiqamətdə axır. Artıq burada həm V qayığın öz sürəti var, həm də V çayın sürəti var. O zaman sürətimiz nə olacaq cəmisi? Çayın axını ilə dedikdə biz qayığın sürəti ilə çayın sürətini toplamalıyıq. Və deyir ki, 3 saata, yəni zamanımız nədir? Zamanımız 3-dür. Nə qədər məsafə getdi? S bərabərdir. S-də gedilən yol 57 kilometrə bərabərdir. O zaman biz burada V qayıq, yəni sürəti tapsaq, ümumi olaraq axın istiqamətdə gedən sürəti tapsaq, yəni V qayıq plus V çayı tapsaq, sürətimiz bərabərdir nəyə? S bölünmüş T-dən, yəni 57 bölünmüş 3-ə bərabər olacaq. Bu da bərabərdir 19-a. Deməli, çayın axını istiqamətində V qayıq plus V çay bərabər imiş 19-a. Biz V qayığın sürətin 17 olduğunu bilirik. Gətirib yerinə yazsaq, olur 17 plus V çay bərabərdir 19-a. Buradan da alırıq ki, V çay bərabərdir 2-yə. Bizdən də nə soruşmuşdu? Çayın axma sürətini hesablayın. Doğru cavabımız burada olacaq.